deməli, cümlə quruluşu var. Cümlə quranda biz Azərbaycan dilində deyirik ki, məsələn, Ayan kitab oxuyur, kitabxanada hər həftə. Biz bu cümləni belə qurmuşuq, düzdürmü? Cümlə tam düzgün formaya salanda deyirik ki, Ayan kitabxanada kitab oxuyur. Həmişə xəbər nə olur? Cümlənin sonunda işlənir, mübtəda əvvəlində. Amma ingilis dilində fərqlidir. Mübtəda gəlir, xəbər gəlir. Tamamlıq varsa tamamlıq işlənir, yoxdursa işlənmir. Yer, məkan bildirən söz və zaman bildirən söz. Və bir şey də yadınızda saxlayın ki, zaman bildirən sözlər əsasən cümlənin sonunda gələ bilir. Bəziləri var ki, mübtəda ilə xəbərin arasında da işlənə bilir. Zamanlar keçdikcə bir-bir görəcəyik. Sometimes, often, usually kimi sözlər əsasən mübtəda ilə xəbərin arasında işlənir. Cümlə qurarkən swapped bu birləşməni yadımızda saxlamalıyıq. Və bunlar nə deməkdir? Əzbərdən bilməliyik. Swappedda s deyəndə ağlımıza nə gəlməlidir? Subject. Subject nədir? Mübtəda. Əzbərləməliyik. Yaxşı. Sonra verb, xəbər. Bizim xəbərimiz nədirsə o. Object. Object tamamlığımızdır. Kimə, nəyə, nəyi, bu suallara cavab verən nitq hissəsi. Sonra place. Yer, məkan bildirən söz. Yəni bir növ yer zərfi deyirik. Onlar. Və time, time'dəki zaman bildirən söz. Gördünüz? Subject'in s'sı, verb'in v'sı, object'in o'su, place'in p'sı, time'ın da t'sı, swapped birləşməsini yaratdı. Bəs bunu nümunələr üzərində necə göstərəcəyik? Baxın, bayaq da cümləni qurdum. Dedim ki, Ayan hər həftə kitabxanaya gedir, kitabxanada kitab oxuyur daha doğrusu. Mübtədamız nə oldu? Ayan. Başına yazırıq s. Sonra xəbərimiz nə idi? Oxuyur. Yəni reads. Verbimizi yazdıq. Oxuyur nəyi? Tamamlığımızı qoymalıyıq. E-book, kitabı. O'muzu yazdıq. Daha sonra harda oxuyur? Place, p, yer, məkan bildirən mənası verən bir sözü yazmalıyıq. Harda? Kitabxanada. In the library. Biz bura təkcə library yaza bilmərik. Library kitabxanadır. Amma qarşısına in yazanda olur kitabxanada, kitabxananın içində. P, place'imizi də yazdıq. Nəhayət gəldik time, zaman. Nə vaxt oxuyurdu? Every week, hər həftə. Və uşaqlar, şərt deyil ki, biz cümlə quranda swapped'ın hamısı bunun içində olsun. Əsas mübtəda ilə xəbərimiz yerində olmalıdır. Baxın, məsələn, subjectimizi qoyduq, verbimizi qoyduq, objectimizi qoymadıq, qoymaya da bilərik. Baxın, mən bunu tutdum belə. Ayan reads in the library every week. Ayan hər həftə kitabxanada oxuyur. E-bookumuzu qoya da bilərik, qoymaya da bilərik. Və yaxud da ki, place, yer, məkan mənalı sözümüzü qoymuruq. Deyirik, Ayan reads a book every week. Ayan hər həftə kitab oxuyur da, artıq biz yer, məkan mənalı bildirən sözü işlətməyə də bilərik. Və yaxud da ki, həmçin time. Ayan reads a book in the library. Ayan kitabxanada kitab oxuyur. Və bunun zamanını verə də bilərik, verməyə də bilərik. Yəni, bizə əsas olan subject-lə verb, mübtəda xəbərimiz olmalıdır. Bunlar isə bir növ köməkçi nitq hissələri. Keçmişsiniz də, düzdürmü? Bunlar köməkçi nitq hissələri. İşlənə də bilər, işlənməyə də bilər. Sonra, yeri gəlmişkən deyim, bu indiki sadə zamandır. İndiki sadə. Baxın, görürsünüz, Ayana görə read sözünün sonuna s-ını artırdım. Bunu da yadımızda saxlayırıq. Sonra fidan subjectimizi qoyduq, düzdürmü? Keçdik. İndi nə qoymalıyıq? Verbimizi, xəbərimizi. Ate. Ate 7 deməkdir. Eat sözü var ya, eat. Bunun keçmiş zamanı. Ate olanda olur 7. Fidan 7. Nə yedi? Nəyi yedi? Salad objectimiz qoyduq. Harda yedi? In the restaurant. Restoranda yedi. Place, yer, məkan mənalı sözümüzü qoyduq. Time, nə vaxt yedi? Yesterday, dünən. Time'ımızı da yazdıq. Oldu mu bizim swapped'umuz? Quruldu mu? Tutaq ki, yenə köməkçi nitq hissələrindən biri yoxdur. Amma mübtəda xəbərimiz mütləq olmalıdır. Fidan 8. Buranı belə qolumla tuturam. Fidan 8. Fidan 7. Bu formada da ola bilər. Sonra bu ikisini tuturam. Fidan 8 salad. Fidan salat 7 də olar. Sonra Fidan 8 salad in the restaurant. Fidan restoranda salat 7 də olar. Nəhayət, time zaman bildirən sözümüzü də qoysa olur.
Fidan yedi salat restoranda nə vaxt? Dünən. Gördünüz, dünən sözünü burada vurguladıq. Ən əsas mübtəda xəbərdir. Bu üçündən biri olmasa da olar. Hətta üçünü birdən yazmasaq da olar. Anladınız? Elə burada da ona aid nümunə qoymuşam. Məsələn, Lalə will go. Will deyəndə acaq əcək, gələcək zamanının göstəricisidir. Lalə gedəcək. Artıq obyekt tamamlığımızı qoymamışıq. Düzdürmü? X çəkmişəm buradan ki, yəni tamamlıq yazmıram mən. Mənim ürəyim tamamlıq yazmaq istəmir. Keçmişəm from place. Yer, məkan bildirən sözə. Subjektimizi yazdıq, verbimizi yazdıq, mütləq. Object ürəyim istəmədi, yazmadım. Sonra place, yer, məkan mənalı bir şey yazmaq istədim. Lalə will go, gedəcək. Hara gedəcək? To school. Məktəbə gedəcək. Place yazdıq. Zaman bildirən sözü yaza da bilərik, yazmaya da bilərik. Mən də götürdüm, yazdım. Nə vaxt gedəcək? Tomorrow, sabah gedəcək. S-V-P-T. Gördünüz, onu yazmadım. Amma hər cümlədə subject və verbimizi mütləq yazdıq. Deməli, bizim üçün əsas olan mübtəda xəbəri qoymaqdır. Digər köməkçi nitq hissələrində tərcümədən sonra olar. Məsələn, mən sizə Azərbaycanca cümlə verəcəm. Orada deyəcəm ki, filan kəs filan yerdə filan şeyi elədi. Mən onun içində zaman verməyə bilərəm, yer verməyə bilərəm, tamamlıq verməyə bilərəm. Amma mübtəda ilə xəbəri həmişə verirəm. Aydındır, söz sırasını mütləq əzbərləməliyik və bunların açılışını da, subobtun açılışını da həm ingiliscəsini, həm Azərbaycancasını bilməliyik. Aydındır?